Dünya təhsil sistemlərində iki ölkə müzakirə olunur: Finlandiya və Cənubi Koreya. Bəs sual, onlar nəyi bizdən fərqli etdilər? Əslində cavab çox sadədir. Onların bir qərarı hər şeyi dəyişdi. Güclü vətəndaş, güclü dövlət qurmaq üçün hər iki ölkə yeganə çıxış yolunu yalnız təhsildə görürdü. Bu fəlsəfəni götürdülər və ardıcıl şəkildə 50 il dəyişmədən eyni sistemi tətbiq etdilər. Cənubi Koreya ən sərt, ən rəqabətli imtahan mərkəzli sistemi, Finlandiya isə sərbəst vaxtın, açıq havanın və fərdləşmiş öyrənmənin ölkəsi. İki fərqli yol, amma eyni yüksək nəticə. PISA nəticələri. Çünki onları uğurlu edən yolun özü deyil, yolu seçib sonuna qədər getmələridir. Cənubi Koreyalılar üçün çox çalışmaq mədəni bir dəyərdir. Çox çalışsan ağıllı ola bilərsən. Finlər üçün isə sərbəstlik, təbiət, fərdilik dəyərdir. Buna görə də ən güclü təbiət məktəbləri və oyun əsaslı təhsil onlardadır. Hər iki model tam fərqlidir, amma ortaq olan tək bir şey var: müəllimə verilən dəyər. Finlandiyada müəllim adını qazanmaq üçün bir yerə 10 müəllim müraciət edir. Cənubi Koreyada isə müəllim ən yüksək statuslu peşələrdən biridir. Finlandiya və Cənubi Koreya 50 ildir eyni marşrutda getdiyi halda, təhsildə inkişaf etmək istəyən ölkələr isə 3-4 ildən bir marşrutu dəyişir. Yeni islahatlar, yeni model və yeni proqram var, amma bəzən bunun nəticəsi olmur. Buradan da anladığımız kimi, başqa ölkələrin təhsil modelini gətirib tətbiq etməklə yaxşı nəticələr əldə edə bilmərik. Bizim yolumuz öz mədəniyyətimizə, gələcək vətəndaş idealımıza uyğun olaraq təhsil modeli yaratmaqdır. Təhsildə inkişaf etmək üçün ilk sual çox sadədir: biz necə bir vətəndaş yetişdirmək istəyirik? Cavabı verəndə isə yolun özü görünəcək. Uğurlu təhsil modeli təqlidlə yox, öz yolunu tapanda qurulur.